Salam dostlar, Yaponiyada qadın kapsulasında qaldım. Biraz Squid Game serialının belə vibe var idi. Gəlin baxaq, burada nələr var. Salam dostlar, deməli saat 5:30-dan oyandım. 6:30-da yola çıxdım. Düşünün ki, Yaponiyada mənim hər günüm belə başlayırdı. İndi isə Yaponiyada məşhur olan kapsul otelə getdim, hansı ki yalnız qadınlar üçün nəzərdə tutulub. Eyni otelin sırf kişilər üçün olanı da var, amma bu sırf qadınlar üçün olanı idi. Mən də gəldim sizə çəkib göstərməyə. Burada check-in saat 4-dən etibarən olur. Ona görə də sadəcə əşyalarımı qoyub çıxmaqla kifayətləndim. Axşam isə geri qayıtdım. Check-in, yəni qeydiyyatdan keçmə prosesi üçün heç kim ünsiyyət qurmasanız da ingiliscə yazılıb bu monitordan qeydiyyatdan keçə bilirsiniz. Qeydiyyatdan keçdikdən sonra isə sizə 2 açar və keçid üçün bir kart təqdim olunur. Açarın üzərində şkafınızın və yatacağınız yerin nömrəsi qeyd olunub. Bu hissədən etibarən ayaqqabı ilə gəzmək olmaz. Ona görə də sizə ev üçün nəzərdə tutulan başmaqlar verilir və ayaqqabılarınızı nömrəli açarlı şkafa qoyursunuz. Yəni apartment tutsaz da, yenə də bu başmaq mövzusu aktivdir. Onlar üçün çox önəmli bir məsələdir ki, evə ayaqqabı ilə daxil olmaq olmaz. Və bu da kapsulalar. Yuxarıda yatanlar üçün pləkanlar da nəzərdə tutulub. Deyərdim ki, bunların qapıları bir pərdə kimi nazik bir şeydir. Yəni çöldəki olan səs içəridə eşidilir. Eyni ilə də içəridə olan səs ona görə də yemək, danışmaq, zəngdə olmaq olmaz. Şəxsi əşyaları qoymaq üçün bir şkaflar da var. Mən də öz əşyalarımı qoydum və sizə pijamalar, xüsusi geyimlər də verilir ki, özünüzü rahat hiss edəsiniz. O cümlədən digər təmizlik əşyaları. Sanitariya qovşağı və duş 1-ci mərtəbədə, mərtəbə 1-də isə yeməkxanadır. Qalan 4 mərtəbənin 4-ü də sırf yataqxanadan ibarətdir. Aşağı düşüb mağazadan onigiri və südlü puding aldım. Axşam idi, gecə idi, amma mən ac idim və yemədən yata bilməzdim. Adəti üzrə nəyisə yoxlamazdan öncə birinci yeyirəm. Bu mənim vərdişimdir, bilmirəm niyə. Əgər bir gün Yaponiyaya getsəz, bunu mütləq alıb yoxlayın. Çünki dadı çox qəşəng idi. Nə çox şirindir, nə çox dadsızdır. Belə möhtəşəm idi. Masalar az olsa da yaxşı cəhdlərdən biri o idi ki, yeməyi qızdırmağa mikrodalğalı soba, isti su maşını və zibillər atmağa yer var idi ki, bu Yaponiyada çətin tapılan bir şeydir. Bu da kapsulanın içi, bu arada deməyi unutdum. Orada Türk bir qızla tanışdım. O qız da tək səyahət edirdi və artıq dəfələrlə Yaponiyaya gəlmiş biri idi. İndi isə 20 günlük qalırdı. Özün kimi insanların səni tapması çox xoş bir hissdir. Sizi çox yormamaq adına qısa video hazırladım. Ümid edirəm ki, bəyəndiniz. Əgər bəyəndinizsə, like düyməsinə basın və səhifəmə abunə olmağı unutmayın. Beləcə məni növbəti səyahətlərim üçün dəstəkləmiş olarsınız. Hələlik.